Yevlaxda qardaşının qatilini öldürməkdə təqsirləndirilən Habil Kərimov və onun qardaşı Akif Kərimovun barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Habil Kərimov 11 il, Akif Kərimov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. İttihama əsasən 2009-cu ildə Yevlax sakini Səlim mübahisə zamanı qohumu Bəhruz Kərimovu 24 bıçaq zərbəsi ilə qətl yetirib. Həmin cinayətə görə məhkəmənin hökmü ilə Səlim 14 il müddətinə azadlıqdan məhrum edilib. O 2023-cü ildə cəzasını tam çəkərək azadlığa buraxılıb və evinə qayıdıb. Bəhruz Kərimovun qardaşları Habil və Akif Səlimə xəbər göndərərək kəndi tərk etməsini və bir daha bu ərazidə yaşamamasını tələb ediblər. Səlim bir müddət başqa yerdə yaşasa da 2024-cü ildə yenidən kəndinə qayıdıb. Habil və Akif onun geri döndüyünü öyrəniblər. Hadisə günü qardaşlar kənd ərazisində yerləşən kafedə olarkən Səlim qəflətən həmin kafeyə gəlib. Buna görə Akif ona yaxınlaşaraq kafedən çıxmasını tələb edib. Lakin Səlim bu tələbi yerinə yetirməyib. Bundan sonra Habil və Akif ona hücum edərək bıçaqla xəsarət yetiriblər. Faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qardaşlar saxlanılıblar və barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.